Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlanır. İran prezidentinin Bakıya rəsmi səfəri bu əlaqələrə yeni dinamika qazandırıb. Şərhçilər deyir ki, səfər təkcə Bakı və Tehranı deyil, bütün regionu əhatə edən mühüm layihələrə yeni impuls verə bilər. İran prezidenti Məsud Pezeşkiyanın Bakıya rəsmi səfəri qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi ilə yadda qaldı. Səfər çərçivəsində həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi, enerji sahəsində əməkdaşlıq və digər strateji layihələr üzrə konkret addımlar atılması barədə razılıqlar da əldə edilib. Pezeşkiyanın Azərbaycana səfəri həm də münasibətlərdə keyfiyyətcə yeni bir mərhələni formalaşdıracaq. Çünki həm Azərbaycan-İran sərhəddində Xudafərin və Qız Qalası su qovşaqlarının, hidroqovşaqların istifadəyə verilməsi, alternativa bərpa olunan enerji sahəsində səmərəli əməkdaşlığa təkan verir. Digər tərəfdən kənd təsərrüfatı üçün yararlıdır və həm də yaşıl enerji tendensiyaları ilə uyğunluq təşkil etməkdədir. Düşünürəm ki, imzalanan sənədlər, normativ hüquqi bazanın zənginləşdirilməsi həm də statistik göstəricilərə, rəqəmlərə də gələcəkdə təsir göstərəcək.